Əvvəllər adətə görə alınan qızı geri qaytarmırdılar. Ailələr də daha möhkəm olurdu. İndi isə alınan malları geri qaytarmırlar. Bu isə ticarəti möhkəmlətmir, əksinə zəiflədir. Satıcı istehlakçının hüququnu pozmuş olur. Alınan mallar geri qaytarılmır. Yəqin bir çox mağazaların qapılarında bu sözlərin yazıldığı kağızı görmüsünüz. Bu da o deməkdir ki, alınan əşya tələblərə cavab verməsə də, ev aparandan sonra malın yararsız olduğu məlum olsa da, hədiyyə etdiyin adamın ölçüsünə və zövqünə uyğun gəlməsə də qaytara bilməzsən. Bir sözlə, ticarət obyektlərindən alınan malların keyfiyyəti alıcını qane etmədikdə, onları geri qaytarmaq problemə çevrilir. Çünki ticarət obyektləri satdıqları malı geri götürməkdən imtina edirlər. Verdikləri çeki saxlayanda, lazım olanda çeki qaytarıb, mal da qaytarmaq olurdu. Pulunuzu geri qaytarırlar mı tam olaraq? Yox, baxır mağazalara, hamısı elə eləmir. Alıcı alıb malı və geri qaytarmaq istəyir. Neçə gün müddətində qaytaranda götürürsünüz və ümumiyyətlə hansı şərtlərlə? Gün fərqi yoxdur, amma sındırılmadan qaytarılsa başqası ilə əvəz edib, yəni dəyişə bilirik. Sahibkarlara qanunvericilik heç bir halda alınan malı geri alınmaması ilə bağlı hüquq vermir. Alınan mal 14 gün ərzində əgər o maldan istifadə edilməyibsə və malın alınmasını təsdiq edən sənəd varsa, yəni qəbz, çek və invoice varsa, o zaman təbii ki, həmin malı geri qaytarıb yenisini almaq mümkündür. Beynəlxalq konvensiyalara görə istehlakçıya malları geri qaytarmaq hüququ verilməlidir. Digər yandan, bu müddətində 2 həftə deyil, beynəlxalq standartlara uyğun olaraq ən azı 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bəzi inkişaf etmiş ölkələrdə bu müddət hətta 2 aydır. Avropa, beləcə də digər inkişaf etmiş ölkələrdə olduğu kimi alıcıya aldığı malı geri qaytarıb pulunu alma hüququnun verilməsinə ciddi ehtiyac var. Amma istehlakçılar onu da bilməlidirlər ki, qızıl və qızıl məmulatları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Qanunla nəzərdə tutulan qaydada mal qaytarılmırsa, mağaza sahibinin 1500 manata qədər cərimə gözləyir. Odur ki, hər yerdə, hər zaman hüquqlarınızı tələb etməyə bacarın. Necə deyərlər, qara məni basınca mən qaranı basım. Fərqanə Səfər, Seydülüv Eyvazov, Space.